Salam uşaqlar, martın 1 olan sonuncu buraxılış OTK-mıza baxaq. 31-ci sualda demək 3, 4, A3 rəqəmli ədədi 3-ə tam bölünərsə A-nın ən böyük qiymətini tap. 3-ə bölünmə əlaməti necə idi? Rəqəmlərin cəmi idi. 3-ə bölünməlidir. 3 üstəgəl 4, 7. 7 üstəgəl neçə yazsaq 3-ə tam bölünər. 1 yazsan 8 eləyər, 2 yazsan 9 eləyəcək, 3-ə tam bölünəcək. Bu ödəmədi. Bu ödədi. 3 qoysaq 7 ilə 3-ün cəmi 10 eləyir. 7 ilə 4-ün cəmi 11 eləyir. Bunlar da ödəmir. 7 ilə 5-in cəmi 12 eləyir. Bu da ödəyəcək. 7 ilə 6-nın cəmi 13. 7 ilə 7-nin cəmi 14. 7 ilə 8-in cəmi 15. 8-dən böyük təbii ki, qiymət qoymaq olmaz bu uşaqlar. Ən böyük ola biləcək qiymət 8 Y bəndi. 32-ci sualda kvadratik funksiyanın qrafiki absis oxunu -1, 0 və 5, 0 nöqtələr kəsir. Yəni, bu -1 sənin x-indir, 5 isə digər x-indir. 1 x1-dir, digər isə x2-dir. Funksiyanın artma aralığını deyir tapın uşaqlar. Nə edəcəksiniz? Funksiyanın artma aralığı mənfi b bölünsün 2a vasitəsilə hesablanır uşaqlar. Hal-hazırda bizim funksiyamızın mənfi sonsuzluqdan mənfi b bölü 2a'ya qədər artdığını müşahidə edirik. Funksiyanın qrafikinin artmasını və ya azalmasını bilmək istəyirsənsə, soldan izləməlisən və mənfi b bölü 2a nöqtəsindən müsbət sonsuza doğru isə sənin funksiyanın qrafiki azalır. Bizə bax bu hissə lazımdır. Bax bu hissə lazımdır. Mənfi b bölünsün 2a'ya qədər. Mənfi sonsuzluqdan mənfi b bölünsün 2a'ya qədər olacaq. Cavab ya C-dir, ya Y-dir. Gəlin mənfi b bölünsün 2a'nı hesablayaq. Aparıb bir dəfə köşklərdə x-lərdə, yəni x-in yerinə -1-i qoyacaqsam, a-nın -1-in kvartına vuranda a eləyəcək. Üstəgəl b-ni -1-ə vuranda -b elədir. Üstəgəl c bərabər nə qədərdir? 0-dır. Bir də 5-i aparıb yerinə qoysanız, 5 vurulsun, 5-in kvadratı vurulsun a. Yəni 25a üstəgəl 5b üstəgəl c bərabər 0. Yəni uşaqlar, yuxarı biraz sadə yazaq. A çıxılsın b üstəgəl c bərabər 0. 25a üstəgəl 5b üstəgəl c bərabər 0. Tərəf-tərəf çıxsaq görək nə qalacaq uşaqlar? Tərəf-tərəf çıxsaq, C-lər islah getdi. Aşağıdan yuxarı çıxaq ki, mənfi yaranmasın. 25a-dan a-nı çıxsaq 24a. 5b-dən mənfi b-ni çıxanda 6b verir və 0 çıxılsın 0, 0 verəcək. Hər tərəfi 6-ya bölsən 4a üstəgəl b-nin cavabına qaldı 0. Və uşaqlar, buradan b-ni tək saxlasanız sol tərəfdə 4a-nı atsaq sağ tərəfə olacaq -4a. Aparıb mənfi b bölü 2a ifadəsində artıq biz b-nin cavabını tapmışıq axı -4a. B-nin yerinə -4a qoysaq olacaq mənfi sonsuzluqdan -4a bölünsün 2a. Mənfilər getdi, a-lar ixtisar getdi. Cavab qaldı 4 bölü 2. Yəni, mənfi sonsuzdan 2-yə qədər Y bəndi. 33-cü sual. ABC düzbucaqlı üçbucağında B bucağı uşaqlar 90-dır. A, B, C düzbucaqlı üçbucağında B bucağı 90-dır. A-nın koordinatlarını verib 2, -1. B-nin koordinatları uşaqlar -1, 3'dür və BC-nin uzunluğu isə 12'dir. Deyir, AC tərəfinin uzunluğunu tap. Sadə bir sualdır. Əvvəlcə hesablayacaqsan, A və B nöqtəsi arasında qalan məsafəni x2 çıx x1, -1 çıx 2, -3 kvadratı sənə verəcək 9, 3 çıx -1 4 elədir, 4-ün kvadratı 16'dır və kök 6 çıxaracaqsan, 25 eləyir, 25-dən kök çıxır 5 və 5 və 12-dən uşaqlar Pifagora girəcəksiniz. 25 üstəgəl 144, 169 eləyəcək, kök çıxacaq 13. AC-nin uzunluğunu istəyirdi, cavab oldu A bəndi. 34-cü sual, sadə bir uşaqlar misaldır. Bizdən x çıx y istəyir. 2x üstəgəl 3y bərabər 7. Aşağıdan gəlin uşaqlar 2-yə vuraq. Alınacaq 2x üstəgəl 4y bərabər 16. Tərəf-tərəf çıxsanız qalacaq -y. -y bərabərdir 7 çıx 16, -9 və y-in cavabına qaldı müsbət 9 uşaqlar. Y-in cavabı müsbət 9 isə aparaq hər hansı bir tənlikdə, məsəl üçün mən aşağıdakını seçdim. Hər hansı bir tənlikdə yerinə qoyacaqsan, x hesablayacaqsan, x-in cavabına qaldı -10. X-in cavabı -10, y-in cavabı 9 isə cavabımız olacaq -10 çıxılsın 9, yəni -19 C bəndi. 35-ci sual uşaqlar.
1 çıxılsın i-yə hələ ki toxunmayaq. 1 çıxılsın i üstü 7 var. i üstü 7 demək necə sadələşdirmək lazımdır? Qüvvətini 4-ə böləcəksən. Qalığa baxacaqsan. Qalıq qalacaq i üstü 3. i üstü 3-ü də uşaqlar yazsaq. i vurulsun i-nin kvadratı olaraq. i-nin kvadratı sənə -1 verir. Və i-yə vuranda mənfi i edir. Misalda mənfisinə dəysə həmin o i-nin mənfisi olacaq. Müsbət i. Məxrəci sadələşdirək. i üstü 10 uşaqlar sadələşdirmək üçün onu 4-ə böləcəksiniz. Niyə 4-ə bölürük? Çünki i-nin qüvvətləri hər 4 addımdan bir təkrarlanır. Onu 4-ə böləndə qalıq 2 qalacaq. i üstü 2 verəcək. Yəni misalın cavabı i üstü 2 isə -1-ə bərabərdir. Olacaq 1 çıxılsın -1 və üstəgəl 1 üstəgəl i üstü 4 uşaqlar. i üstü 4. 4-ü 4-ə böləndə qalıq qalmır deyə i üstü 0 olaraq yaza bilərsiniz. i üstü 0-ın cavab 1-dir. Və yaxud da bəzi dostlarımız i üstü 4-ü yazır. i üstü 2-nin kvadratı olaraq. i üstü 2-nin cavabı -1-dir. -1-in kvadratı yenə sənə 1 verəcək. Yəni sadə məxrəcdə 1 alınır. Burada isə vurmadı. Yuxarıda uşaqlar müxtəsərdir. 1 çıxılsın i-nin 1 üstəgəl i-yə vuranda olacaq 1 çıxılsın i-nin kvadratı. Və i-nin kvadratı sənə -1 verdiyi üçün 1 çıxılsın -1 sürətdəki ifadənin cavabı sənə 2 verəcək. Məxrəcdə isə bu ifadənin cavabı mənfi dəyəri olur üstəgəl. 1 ilə 1-in cəmi 2. Bu da 2 eləyir. 4 elədi. Cavab 4-də 2. Yəni 2-də 1. C bəndi verdi. 36-cı sual uşaqlar. Bu düstur tangensin 2 qatıdır. Tangens 2x bərabər 1-ə. Bax bu ifadə sənə birbaşa tangens 2x verir. Və arqumentdə 2x yazıldığı üçün 2x bərabər. Tangens 1-i harda alır? Pi bölü 4 alacaq uşaqlar. Yəni 45-də alır. Tangens də həmişə pi k idi. Pi k-nı qeyd elədik. Və bizə x lazımdır təbii ki. Hər tərəfi 2-yə böləcəksiniz. Pi bölü 8 üstəgəl pi k bölü 2. Cavab oldu B bəndi. 37-ci sual uşaqlar. X, y-in kvadratı çıxılsın x üstəgəl y-in kvadratı çıxılsın y. Məxrəcdə isə x, y çıxılsın 1 var. Sürətdən uşaqlar demək nə edə bilərik? Baxın, qırmızıları qruplaşdırsaq daha doğrusu, ortaq vuruq çıxarsaq, x, y-i ortaq vuruq çıxarsaq, y üstəgəl x qalmış olacaq. Və uşaqlar, bir də bu -x və -y-dən ortaq vuruq -1-ə çıxarsaq, yəni mənfinin mötərizə xaricinə çıxarsaq, yenə x üstəgəl y qalmış olacaq. Məxrəcdə isə heç bir şey sadələşdirmə apara bilmirik deyə məxrəci olduğu kimi saxladıq. Yuxarıdan x üstəgəl y ortaq vuruq çıxarsaq, qalacaq x, y çıxılsın 1. Məxrəci də həmçinin x, y çıxılsın 1 qalmışdı. Sadələşdirdik uşaqlar. X üstəgəl y verdi D bəndi. 38-ci sual. A və B çoxluqları üçün uşaqlar. Gəlin eyni diaqramı quraq, sonra məsələnin şərtini oxuyaq. A-dakı elementlərin sayı 7, B-dəki elementlərin sayı 4-dür. Şəkildə belə bir şərt vermiş uşaqlar. Yəni o şərti nəzərə alaq. Yəni bu şəkil artıq səhv olmuş olacaq. Çünki alt çoxluqdur. B A-nın alt çoxluğudur. Yəni B daha balaca olan dairədir. Bu A çoxluğudursa, bu isə B çoxluğu verəcək bizə. A-dakı elementlərin sayı 7, B-dəki elementlərin sayı isə 4-dür. Yəni bu dairənin elementlərinin sayı 4-dür. A ilə B-nin birləşməsi uşaqlar. A ilə B-nin birləşməsi bizə birbaşa olaraq yaşıl dairəni vermiş olacaq. Yəni 7-ni vermiş olacaq. Üstəgəl A ilə B-nin kəsişməsi isə birbaşa qara dairəni vermiş olacaq. Yəni 4-ü vermiş olacaq. 7-dən 4-ün cəmi 11. Y bəndi. Kəsr hissəsini deyir tapın uşaqlar. Əvvəlcə 2,6,17-nin tam hissəsini tapmaq lazımdır. Tam hissəsi təqribə olaraq 17-dən kök çıxar 4 tam nə qədərsə, quyruğu çox da uşaqlar ehtiyac deyil. Tam dəqiq hesablamaq lazım deyil. Kəsr hissəni tapmaq üçün demək belə bir qayda var. Kəsr hissəni tapmaq üçün ədədin özündən, yəni 2,6,17-dən çıxacaqsan 4-ü. Yəni bu bəsitdə görsənir. Ədədin özündən çıxacaqsınız 4 uşaqlar. Məsəl üçün 5,176 deyirəmsə, bunun tam hissəsi nə qədərdir? 5. Kəsr hissəsi nə qədərdir? 0,76. Nə etdin? 5,176-dan çıxdın 5-i. Qaldı 0,76. Yəni bu qayda buradan çıxır ki, ədədin özündən çıxanı tam hissəni, yerdə qalacaq bizə kəsr hissə. Kəsr hissəni tapmaq üçün ədədin özündən çıxmasın tam hissəni. Bu sənin kəsr hissən oldu. Kök 6,17 çıxılsın 4, cavaba qaldı A bəndi. Oturacağın radiusu 4 sm olan konusun, gəlin konusu çəkək. Oturacağın radiusu 4 uşaqlar.
Konsun yan sətinin sayəsi. Yan sətinin sayəsi pi r-l'dir. Misalın cavabı 36 pi-dir. Pi'lər ixtisar getsə uşaqlar. Radiusunu yenə 4 qoysaq. 4l bərabər 36-ya. L'in cavabına qalmış olacaq 9. Bizdən elə doğranın uzunluğunu istəyib. Cavab olacaq B bəndi. 41-ci sual. ABC üçbucağında uşaqlar DY BC-yə paraleldir. AD 3-dür, BD 6-dır, DY 2-dir. BC tərəfinin uzunluğunu istəyir. Oxşarıq uşaqlar, biz buna demişik, ana balaca üçbucaqlar demişik. Balaca üçbucağın sol yan tərəfi bölünsün, böyük üçbucağın sol yan tərəfi bərabər. Balaca üçbucağın oturacağı bölünsün, böyük üçbucağın oturacağı. İxtisar aparsaq uşaqlar, tənasübə girsək, BC-nin cavabına qalmış olacaq 6. Baxaq 42-ci suala. Sinus alfa bərabər 3-də 1 olarsa, tangens kvartal fanı tap. Bu tip suallarda uşaqlar düstura girməyin, düstura girmək vaxt aparır. Ən yaxşı usul düzbucaqlı üçbucaq usuldur. Bu bizim 90 dərəcəli bucağımızdır. Bu bizim alfa bucağımızdır. Alfa bucağının sinusunu verib bizə 3-də 1. İti bucağının sinusunu tapmaq üçün etmək lazımdır. Qarışıq katet bölünsün hipotenus. O zaman uşaqlar gəlin digər kateti hesablayaq Pifagordan. 9 çıxılsın 1 sənə verəcək 8. 8-dən uşaqlar kök çıxmayacaq. 2, 6, 8 olaraq qeyd edəcəksən. İndi eyni bucağın gəlin tangesini hesablayaq. Tanges, iti bucağın tangesini tapmaq üçün etmək lazımdır. Qarışıq kateti bölmək lazımdır bitişik katetə. Və bu ifadə uşaqlar tanges alfanın cavabıdır. Ehtiyatlı olaq. Tanges kvartal alfanı istəyir. 1 bölünsün 8. Tangens kvartal alfa verəcək. Cavab olacaq C bəndi. Mərkəzi O nöqtəsində olan çevrəyə BC toxunanı çəkilmişdir. A bucağı 40-dır. A bucağı 40-dır və deyir C bucağını tap. Baxaq uşaqlar, bu bizim daxilə çəkmiş bucağımızdır. Söykənib bax bu qövsə. Bu qövsün qiyməti 80-dir. Və uşaqlar, bax bu bizdə dairə diametrdir. Diametr dairənin yarım dairəyə bölür. Tam olaraq 360 dərəcə verdiyi üçün. Bax bu hissə sənə verəcək 180 dərəcə. Burası 80 isə burası bu qövs, yəni bax bu sarı qövs eləyəcək 100 dərəcə. Və toxunanla kəsin arasında qalan bucağı tapmaq üçün uzaq qövsdən çıxmalısan yaxın qövsü, bölməlisən 2-yə. 100 çıxılsın 80, 20, 20-nin yarısı 10. 44-cü sual. ABC üçbucağında ABC üçbucağında CD medianı, M nöqtəsi isə medianların kəsmə nöqtəsidir. Belə bir M nöqtəni qeyd elədim uşaqlar. Və bizə nə deyir? BMD. 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 Bax bu üçbucağın sayısını uşaqlar bizə veribdir 5. Bu üçbucağın sayısı 5-dir. ABC üçbucağın sayısını istəyir. Mən nə edəcəyim? Əgər medianı madam ki burada çəkibsə, tam uzatdım. Digər medianımı da uşaqlar tam uzadıram. Baxın dostlar, burada 6 dənə bərabər sahəli üçbucaq yaranırdı. Əgər mənə bu üçbucağın sayısını 5 veribsə, onda ümumi olaraq üçbucağın sayısı 5 vurulsun 6 eləyəcək 30. 45-ci sual. ABC ardıcıl təkidətlərdir və təbii ki A kiçikdir, B kiçikdir, C olarsa ifadəsinin ədədi qiymətini tapın. Yəni uşaqlar sadələşdirin deyir. A çıxılsın B. A daha kiçikdir deyə kiçikdən böyük çıxanda A çıxılsın B ifadəsinin cavabı mənfidir. Modul ifadəsinin içərisinin cavabı mənfidirsə, onda modul ifadəsi qarşısına mənfi atıb çıxır. Çıxmalı misallarda uşaqlar qarşısına mənfi atmağı ilə yerini dəyişməklə əvəz edə bilərsiniz. Çıxmalı misallarda ancaq aiddə. Üstəgəl yazıram, davam edirəm. İfadənin içərisinin müsbətliyin mənfini araşdır. C daha böyük olduğu üçün C-dən A çıxanda misalın cavabı müsbətdir. Modulun içərisinin cavabı müsbətdirsə, modulun cavabı olduğu kimi çıxacaq. Və üstəgəl uşaqlar, B çıxılsın C. C daha böyük olduğu üçün kiçikdən böyük çıxmışıq. Cavab mənfi eləyib. Çıxmalı misaldırsa, qarşısına mənfi atmaq əvəzində nə edəcəksən? Yerlərini dəyişdirəcəksən. Qarşısına ya mənfi at, ya da yerlərini dəyiş. İkisindən birini et. Biz ancaq uşaqlar yerlərini dəyişdirdik. Burada B-lər islah gedir. Qalacaq 2C. 2C çıxılsın 2A. Və 2-ni ortaq vuruq çıxarsam, C çıxılsın A qalacaq. Burada ədədi qiymətini tapın deyir. Daha doğrusu bizdən bunu istəyir. Diqqətli olaq uşaqlar. Ardıcıl təkidətlərdirsə neçə vaid fərqlənirlər? 2 vaid. A ilə B arasında vaid fərqi 2-dir. B ilə C arasında vaid fərqi 2-dir. Yəni C B-dən 2 vaid böyükdür. Ona C A-dan neçə vaid böyük olacaq? 4 vaid. 2 vurulsun 4 eləyəcək 8. Hesablayın demir uşaqlar. Ədədi qiymətini tapın dediyi üçün apardıq 4-ü yerinə qoyduq 8 elədim.
46-cı sual. Radiusu 10 olan o mərkəzi çevrə, radiusu 10'dur. O mərkəzi çevrədə S-yə toxunanı, və SA kəsəni çəkilmişdir. OD AB-yə perpendikulyardır, göstərilibdir uşaqlar o. Və YS OD-yə paraleldir. Bu xətlər paralel xətlərdir. OD 8 verilibdir. BS parçasının uzunluğunu istəyir. Bizdən bax bu balaca hissəni istəyir uşaqlar. Onu qalınlaşdırdım. Demək, bizə nəyi veribdir? Radiusu. Gəl radiusu çəkək. Başlayaq artıq. Burası 10'dursa, burasına qalacaq 6. Və uşaqlar bu xətlə bu xət paraleldirsə, bu xətlər də perpendikulyardırsa, bu da sənə verəcək 8. Və bu xətdə baxaq. Bu xət 10'dursa, yenə Pifaqora girəcəksən, buranı tapacaqsın 6. Baxın uşaqlar, çevrəyə həm toxunan çəkilib, həm də kəsən idi bir dəqiqə. Həm də belə bir kəsən çəkilibdir. Bizə bax bu toxunanın uzunluğu 8 verilibdir. Yəni bunu başqa rənglə göstərim. Bu hissə yoxdur bizdə. Bizdə bu hissə x-dir uşaqlar. X olaraq qeyd edirəm. Və içəri hissəsinin tam uzunluğu 6-ın 6-ın cəmi 12 eləyəcək. Demək, qayda necə idi? Toxunanın kvadratı 64 bərabərdir. Kəsənin çöldə qalan hissəsi, yəni bax o sarı rənglədiyim hissə x vurulsun. Ümumi olaraq tam hissəsi, yəni kəsənin uzunluğu x-ın 12'nin cəmi. Tənliyimiz bu olacaq uşaqlar. X-in kvadratı üstə gəl 12x çıx 64 bərabər 0. Gəlin 7-dən davam edək. x1 ilə x2-nin cəmi -12 verir. x1 ilə x2 hasili uşaqlar sizə -64 verir. Hasiləri 64 olan olaraq tez fikirləş. Ağlına tez bu gəlsin. Birinci həmişə hasildən başla. 8 var. Bir də 16 ilə 4 var uşaqlar. 16 ilə 4-ün ilə fərqində 12 yaranır. Bir də işarəsini düzəldək. Baxırsan ki, cəmləri -12-dir. Demək, böyüyün işarəsi mənfidir, balacanın işarəsi müsbətdir. Bizdə uşaqlar x məsafəsi, x daha doğrusu qiyməti məsafənin qiyməti olduğu üçün mənfi ola bilməz. Cavab olacaq 4. Bizdən onsuz da BS parçasını istəyirdi. Cavab oldu 4. 47-ci sual. Loqaritma sual uşaqlar. Gəlin belə baxaq. 125 ilə x-in yerini dəyişək. X üstü loqaritma 5 əsasdan 125. Artıq sən bax bu hissənin cavabını bilirsən. 64-də hələ ki uşaqlar toxunmayaq. Loqaritma 5 əsasdan 125-in cavabı sənə verəcək 3. Çünki 125 5-in kubudur axı. Misalın cavabı 64-dür. X-in kubu bərabər 64. Bəs nəyin kubudur uşaqlar? 4-ün kubudur. X-in cavabına qaldı 4. 48-ci sual. Bərabərsini ödəyən tam ədədlərin cəmini tapan. İntervallar üsulu. Bu ifadənin sıfıra çevirən qiyməti müsbət 1-dir və uşaqlar almır, içərisi boşdur. Bu ifadənin sıfıra çevirən qiymətləri müsbət 5-dir və bu da almır, içərisi boşdur. Və intervallarını qur, tənliyi həll et. 5-dən böyük, misal üçün uşaqlar 6 qoyaq, yoxlayaq. 6 çıx 1 burasının cavabı müsbətdir. 5 çıx 6 mənfidir. Müsbət mənfiyə vurulanda olacaq mənfi. Mənfi 1 ilə 5 arasında 2-ni qoyub yoxlayaq. 2-dən 1-in çıxanda müsbət eləyir. 5-dən 2-nin çıxanda müsbət eləyir. Müsbət vurub müsbət eləyəcək. 1-dən kiçik uşaqlar ürəyin hissə qiyməti qoyub yoxlaya bilərsən, 0-ı qoyub yoxlayaq. 0 çıx 1 mənfi eləyir. 5 çıx 0 müsbət eləyir. Müsbət mənfiyə vurulanda olacaq mənfi. Bizdən uşaqlar 0-dan böyükləri istəyir. Yəni cavabımız oldu 1 ilə 5 arası və heç birini almayacaq. Ödəyən tam ədədlərin cəmini istəyir. 2 üstə gəl 3 üstə gəl 4. Cavab eləyəcək 9. 49-cu sual. İlk 12 natural ədədlə nömrələnmiş 12 kartın olduğu qutudan təsadüfi 2 kart çıxardılır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Təsadüfən 2 kart çıxardılır. Çıxarılan birinci kartdakı ədədin sadə ədəd. Sadə ədədləri uşaqlar gəlin baxaq, görək hansıdır. 1 nəsədə nə mürəkkəbdir? 2 sadədir, 3 sadədir, 5 sadədir, 7 sadədir və 11 sadədir uşaqlar. Bir də o birisində nə verib? İkinci kartdakı ədədin isə 4-ə bölünən ədəd olması. 4-ə bölünəndir, 4-ə bölünəndir və 4-ə bölünəndir. Demək uşaqlar, ehtimal sözü varsa kəs xətti qoydunuz. Ümumi ədədlərimizin sayı 12 dənədir. Neçəsini seçir? 2 dənəsini seçir. Kombinizyon 12-dən 2. Birinci kürənin demək, birinci kartın daha doğrusu nə olmasını istəyir? Sadə. 1, 2, 3, 4, 5. 5 dənə sadə ədəd içərisindən bir dənəsini seçir uşaqlar. Vergül var deyə vurma qoyacaqsınız. İkinci kartdakı ədədin isə 4-ə bölünən ədəd olmasını istəyir. 4-ə bölünənlər 4 idi, 8 idi, 12 idi. Yəni 3-dən 1.
Kombinizyon 5-dən 1 sənə 5 verəcək. Kombinizyon 3-dən 1 sənə 3 verəcək. 12, kombinizyon 12-dən 2-ni gəlin qıraqda hesablayaq. 12 faktorial bölünsün 10 faktorial, vurulsun 2 faktorial. 12 faktorial ilə 10 faktorialı ixtisar aparsaq uşaqlar 12 vur 11 eləyir. Məxrəcdə isə 2 faktorial qalacaq. 6 vur 11 66 eləyir. 3 ilə 66-nı ixtisar aparsan 5 bölünsün 22 olacaq ehtimalı. 50-ci sual. ABC üçbucağında AB 8-dir, DS 5-dir. A bucağı 30 olarsa BDS üçbucağının sayısını tap. Bax, buranın sayısını istəyir. Demək uşaqlar, bir dənə hündürü endirək, görək nə baş verəcək. Bu hündürü endirsək, baxırsan, bax bu üçbucağa. 90'ın qarşısı 8, yəni hipotenuzu 8 isə 30 dərəcə bucağına qarşı duran tərəf isə katet isə hipotenuzun yarısı olacaq, 4 olacaq. İndi qırmızı üçbucağa fokuslan təzədən. Qırmızı üçbucağın uşaqlar oturacağı 5-dir, hündürlüyü 4-dür və sayı sürünəcək idi. 2-də 1 AH tərəfi vurdum. Hündürlüyə böləcəm 2-yə. Cavab olacaq 20-nin yarısı 10. 51-ci sual. ABC'də düzbucaqlısında OC 3x üstəgəl 1-dir. OD 5x çıx 7-dir. Və CD isə 10 olarsa bu düzbucaqlının perimetrini tapın. Bu da bəsit sual uşaqlar. Sən nəyi bilməlisən bu tip suallarda? Düzbucaqlının diaqonalları eynidir. Diaqonalları kəsişirlər və kəsişmə nöqtəsində 4 dənə bərabər sahəli üçbucaq yaranır və bu diaqonalların öz uzunluqlarının qiymətləri eyni olduğu üçün kəsişmə nöqtəsində bunlar yarı-yarı bölünürlər. Yəni 3x üstəgəl 1-in cavabı uşaqlar 5x çıxılsın 7-nin cavabına bərabərdir. 8, 5x-dən 3x çıxanda 2x, x-in cavabı 4-dür. Demək, biz artıq buranı bilirik. Bura 4-dür. Daha doğrusu 5 vur 4, 20, 20 çıx 7, 13'dür. Bu hissəsinin uzunluğu. Həmçin burada da eyni şey olmalıdır. 4 vur 3, 12, 12 üstəgəl 1, 13 verəcək. Bu da 13'dür uşaqlar. Bu da 13'dür. Baxın indi bu üçbucağa. Baxın bu üçbucağa uşaqlar bizdən düzbucaqlının perimetrini istəyir. Burasına 26 qaldı. Burası 10'dur. Pifagordan girib digər tərəfi hesablayacaqsan. 26'nın kvadratı çıxılsın 10'un kvadratı. 676 çıxılsın 100. Bu sənə verəcək 576. 576 uşaqlar 24'ün kvadratıdır. Perimetrini tapmaq üçün 24 üstəgəl 24 üstəgəl. Bu da həmçinin 10'dur. Üstəgəl 10 üstəgəl 10. Yəni 24 ilə 10'un cəminin 2 qatı 68 verəcək uşaqlar. 34, 68 bəli. 52-ci sual. Yaşların nisbətləri 5-də 3 olan iki qardaşın 6 il sonraki yaşları nisbəti. Hal-hazırda demək uşaqlar biri 3K yaşındadır. Bunun rəngini dəyişək. Biri isə 5K yaşındadır. 6 il sonraki. 6 il sonra nə baş verəcək? Hər ikisi 6 yaş böyüyəcək. Bu 5K. 5K üstəgəl 6. 6 il sonraki yaşların nisbəti isə 3/4 olacaq. Böldüm, 3 bölünsün 4-ə bərabərləşdirdim. Qardaşların 2 yaşını istəyir uşaqlar. Gəlin kanı tapaq. Tənasübdən 12K üstəgəl 24 bərabərdir. 15K üstəgəl 18. Atdıq bu tərəfə 3K. 24 çıx 18. K'nın cavabına qaldı 2. K'nın cavabı 2-dirsə uşaqlar. Aparıb nə edəcəksiniz? Burada 6 eləyir. Burada 10 eləyir. İndiki yaşların cəmini istəyir. Cavaba qalacaq 16. 53-cü sual. Piramidanın oturacağı katetləri 9 və 10 olan düzbucaqlı üçbucaq uşaqlar. Bu bizim piramidamız. Aşağısı düzbucaqlı üçbucaqdır. Baxın, katetlər bunlardır. Bu da bizim hipotenuzumuzdur. 9 və 10'dur. Piramidanın həcmi 120'dir. Demək uşaqlar, piramidanın həcmi necə hesablanır? 3'də 1 S oturacaq, vurulsun H. 3'də 1 oturacaq düzbucaqlı üçbucaq olduğu üçün düzbucaqlı üçbucağın sayısı uşaqlar katetlərin hasinin yarısıdır. 9 vur 10 90, 90'ın yarısı necə? 45. Vurulsun H-ın cavabı isə yoxdur uşaqlar. Yəni burada şəkli çəkməyə çox dərsine ehtiyac yox idi. H-ın cavabına qaldı 120 böl 15. 3 apar 40. Bu tip suallarda uşaqlar axırda səhv eləyir böləndə. Ona görə mən sizin üçün stabil uşaqlar ixtisar aparıram. 3 apardım 5. Cavaba qaldı 8. Yəni çox uşaqlar bax bu tip suallarda axırda gəlib cavab səhv alınır. Ona görə də ehtiyatlı olaq. Texniki səhvlər balımızı aparır uşaqlar. 54-cü sual. Ədədi silsiləsində ilk n həddinin cəmi SN-dir.
S10 çıx S9 uşaqlar. S10 çıx S9 bizə elə bil ki, ilk 10 hədinin cəmindən, ilk 9 hədinin cəmini çıxana yerdə qalacaq sonuncu hədd. A10 verir. A10 deməkdir. A10'un cavabı 16'dır və S12'dən S11'i çıxmaq uşaqlar. A12'ni tapmaq deməkdir. A12'nin cavabı 10'dur. Mənə deyir, sizdən 11-ci hədini tap. A12'ni açaram. A12 bərabərdir. Elə A10 vasitəsilə açaq. A10 üstəgəl 2'dir. 10 bərabərdir. 16 üstəgəl 2'dir. 16'nın atdım bu tərəfə işarəsi dəyişdi. -6 bərabərdir 2 deyə. Və D-nin cavabına qalacaq -3. Sizdən 11-ci həllini istəyir. A11 də əslində A1 üstəgəl 10D olaraq aça bilərsən. A2 üstəgəl 9D olaraq aça bilərsən. A3 üstəgəl 8D olaraq aça bilərsən. Mən uşaqlar əlimdə A10 var deyə A10 vasitəsilə açıram. A10 üstəgəl 1D. A10'un cavabı 16'dır. D'nin cavabı -3'dür. Cavaba qalacaq 13. 55-ci sual uşaqlar. İclas zalındakı oturacaqların 20% doludur. Deyək ki, uşaqlar x qədər oturacaq varsa 20% doludur. Və nə deyir? Zala 96 nəfər gəldikdən sonra isə oturacaqların 60% dolu olarsa, zala uşaqlar 96 nəfər gəlsə, oturacaqların sayı dəyişmir. X nəfərdir. Amma boş yerlərin sayı azalacaq. 20% dolu idisə əvvəl, demək 80% boş idi. Oturacaqların 80% boşdur. İndi əlavə olaraq uşaqlar 96 nəfər gəlibdir və 60 nəfəri deyir, 60% daha doğrusu doludursa, demək bunun 40% boşdur artıq. Yəni 40% boş oturacaq var. Baxırsan ki, 20% dolu idi əvvəl, indi 60% doludur. Neçə faiz artıb? 40% artıb uşaqlar. Həmin o 40% kimlərdir? Əlavə 96 nəfər gəlmiş da. Həmin onlar uşaqlar 96 nəfərimiz bizim 40%imizi təşkil edəcək. Və zaldakı oturacaqların ümumi sayını deyir tap. Yəni 100% istəyir. Sıfır aparsam ixtisar. 4 ilə 96'ını aparsam 24 qalacaq. X-in cavabına qalacaq 240 oturacaq. Və bitdi uşaqlar. Uğurlu olsun. Gördüyünüz kimi çətin sual düşməyibdir. Asan sualdır. İnşallah öz sınaqlarımızda, öz imtahanlarımız da belə olar. Uğurlu olsun hər kəsə.